Həzrət Əli əleyhissalamın bir kəlamı var. Özbər rəva bilmədiyin heç bir kəsə rəva bilmə. Rəylədə çox suallar var. Dönəri hadisi alırsınız, yoxsa özünüzü əldirsiniz? Əslində maraqlı sualdır. Gəlin izləyək. Baxın dostlar, hal-hazırda biz toyuq seximizdəyik. Toyuq dönərini hazırlayırıq. Gəlin ustalarla birlikdə bir söhbət edək. Maraqlanaq. Rövşən usta, bu hansı filialın işidir? Bu Xətai filialımızın şişidir. Neçə kilodur inşallah? Bu 55 kilo. Maşallah. Demək, bizim videonu çəkməkdə məqsədimiz ondan ibarətdir ki, biz dönəri özümüz hazırlayırıq, əl bastırmamızdır, özümüz işə vururuq və müştərilərə özümüz təqdim edirik. Bu bizim Əli ustadır. Gəl. Bu da bizim Rövşən ustadır. Məşhur o dönərin içərisində sual vermişlər ki, ayrı pomidorla xiyarın qiymətini deyə bilərsən. Deyir də, əgər ayrısaydım, alim olardım, usta yox. Bu da bizim Elgin ustadır. Əjdahalardan, lənkələrdən, maşallah. Həzrət Əli əleyhissalamın bir kəlamı var. Özbər rəva bilmədiyin heç bir kəsə rəva bilmə. Biz də hər bir müştərini öz aləmiz kimi qəbul edirik və onlara öz yediyimiz məhsuldan təqdim edirik. İstər gigiyenik cəhətdən, istərsə də halallıq cəhətdən tam əmin ola bilərsiniz. Çox sağ olun, Allah razı olsun, təşəkkür edirik. Bizə güvənib əmin ola bilərsiniz.